Allah subhanahu wa ta'ala sizlere rahmet eylesin. Allahümme amin. Başlayabilir miyiz? Tamamdır inşallah. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu vesselamu ala Resulillah. Ve ala alihi ve ashabihi ecmaîn ve ba'd. Allah'ın selamı, rahmeti, bereketi üzerinize olsun. Rabbim sizleri hakkı hak üzerine bilip ona tabi olanlardan ve o üzere yaşama Rabbim bize nasip etsin. Allahümme amin. Evet değerli Müslümanlar, bugün inşallah Rabbimizin ihanetiyle, yardımıyla bugünkü mevzumuz yani fıkıh dersidir. Kitab-ı Salah namaz bölümüdür. Ve mevzumuz namazda sehv secdesi ve sehv olarsa necə olmalı? Yani sehv secdesi hard edilir. Hansı hallarda sehv secdesi edilmelidir? Hansı hallarda sehv secdesi edilmesi olmaz? Hansı hallarda vaciptir? Hansı hallarda haramdır? Hansı hallarda müstehaptır? Ve bu bizim üzerimize nedir? Bizim üzerimize inşallah vacip olan bir ilimdir ki biz onu bilmeliyiz. Dediğim gibi suallarımız ister medyadan, ister medyadan hariç suallar dersten sonra alınacaqdır. Boşa düşməsəniz hemen burada daxilə tekrar olabilir mi? İnşallah. Evet, geçen sefer namazda yani hansı əməllər icazəlidir ve hansı əməllər müstehaptır onun üzerinde durduk. Ve bugün inşallah ki namazda insan bazen yanlış eləyə hata eləyə səhv eləyə unudabilir. Ve insanoğluna da unutkanlık olduğuna göre bizim Resulullah sallallahu aleyhi ve sellem Peygamberimiz bu işin başıdır ki yani biz her şeyi ondan öğrendik. Yani o bile namazda sehv secdesi etmiştir yani. Ve namazda sehv eləmiş, namazda unutmuş. Tabii ki Resulullah sallallahu aleyhi ve sellemin namazda unutmasının esas sebebi nedir? Ümmetine talimdir, ümmetine bir nimettir yani. Yani Allah Resulü'nün unutması ümmeti için bir nedir? Ümmeti için bir nimettir. Allah bizi Allah Resulü'nün nimetlerine bırakıp gittiğinden mahrum etmesin. Amin. Peki insan arızı bir sebeplerden yani çölden gelen fikirler, düşünceler bazen insanından uzaklaşabilir. Yani insan unutkandır. Unutkanlıktan da şeriat məhsul tutmaz. Unudub ettiği şeylerden şeriat insanı məhsul tutmaz. Yani bu en önemli faktörlerden biridir. Müslümanların da bunu belə bilmələri gerekir ki şeriatımız insanı unuttuğu şeylerden dolayı məhsul tutmaz. Hata ettiği şeylerden dolayı da məhsul tutmaz. Ama unuttuğu şeylerin bazılarının kefaresi var ve onun kefaresi bazıları o əməli tekrar yerine getirmek yaxud da ki onun bedeli neyse onu demek. Hata ettiğin zaman da mesela hata ettin, namazda hata ettin, namazın haricinde hata ettin. Ya o əməli tekrarlayırsan ya əməlin bedeli cezası neyse onu şer'aneli yerine getirsin. Ve namaz olduğundan dolayı şeytan yani haristir ki deyir, şeytan haristir ki insanoğlunu namazda fikirleriyle meşgul edesin. Yani şeytanın bu üzerine düşen vazifelerden bir tanesidir. Yani namazdan önce şeytan sağa gelmez. Ama namaz vakti şeytan sağa gelecektir. Ve şeytan sana gelir, seni meşgul ediyor. Seni dinlen, yani bir şey takvalı olman için olan hayırlı emelleri yok. Seni meşgul edip senin dağılan emellerden ve bazen sağdan yakınlaşarak hayır emellerle de seni namazda meşgul edir. Ama namazda en yaxşı hayır emel nedir? Namazda insanın huşul içinde olması. Ve İbn Qayyim Allah rahmet eylesin Zadul Ma'ad'da diyor ki Ömer radıyallahu anhu ve başka sahabeler namazda nafile namazlarda özellikle ne niyerlerdi? Namazlarda ne niyerlerdi? Ümmetin durumunu düşünürlerdi. Ümmetin halını fikirleşerlerdi. Şu meseleleri necə həll etmək olar? Onu fikirləşərdi. Biz namazda da ona borcumuz yanımıza düşür. Yani onların namazda Allah'a olan borcu yanımıza düşür. Namazda onlara cennet cehennemi hatırlayırlar. Namazda huşu nedir?
Allah'ın vaciblerini hatırlamak, haramlarından uzak durmak, Allah'a boyun eğmek, Allah'a teslim olmak, Allah'ı Allah olarak tanımak. Bak, Allah'ı Allah olarak tanımak. Kur'an'da bunu Allah subhanahu diyor ki Allah'ı Allah olarak tekrar tanıyın. Ayet var. Allah'ı Allah olarak tanıyın. Ey iman edenler Allah'a ve Resulüne tekrar iman edin. Allah'a ve Resulüne iman edin. Ey iman edenler Allah'a ve Resulüne iman edin. Yani bizim bazen tekrar iman etmemiz istenir. Neye göre? Yani çünkü biz Allah'ı layıkınca tanımadığımıza göre. Layıkınca tanımadığımıza göre. Ve bu sebepten de şeytan insanı namazda meşgul edir. Ve namazda meşgul ettiğinden dolayı namazda bazen insan unudarak ya neyse eksildir. Bak ya üç şey namazda üç şeyden ibarettir. Sev secdesi namazda üç şeyden ibarettir. Ya insan neyse artırır. Ya insan neyse eksildir namazda. Ya da insan namaz hakkında şek ve şüphe içerisindedir. Yani artırdın mı azalttın mı? Bu şeyler mevcuttur namazda insan için. Ve şeriat insanın namazını yani Allah subhanahu teala insanın namazını kamil kabul eləmək istədiyi üçün o unuttuğu şeyin bədəlini, əvəzini namazda kiçik əməllərlə eksik olan şeyləri tamamlamamızı istemiştir. Onun da adında sucud-ül sehv yani sehv secdesi yanlışlıktan dolayı hata ettin, hatadan dolayı Allah senden namazda ne istemiştir? Əlavətən 2 dənə secde. Sorsanız niye secde, niye rükû istememiştir de secde istemiştir? Başta bir şey dedim hatırlıyorsunuzsa. Sebebi doğrusunu Allah bilmekle beraber budur ki alimlerimizden gelir. Şeytan madem ki insanı namazda böyle meşgul edir, namazın savabını, huşusunu elen insanın elinden alır. Secde şeytanın da en hoşuna gelmeyen şey Ademoğlunun secdeye gitmesidir. Secde kadar insanın derecesini kaldıran, emellerini kamilleştiren namaz içerisinde daha faziletli bir emel yoktur. Ve bu sebepten de nedir? Namaz yani əzəmətlidir. Namaz insanın miracıdır ve Allah'a en yakın olduğu yerdir. Secdedir ki səhv secdesi de nedir? Secde ile yerine gelir ve insan onun derecesi yükselir ve etmiş olduğu hata elə burada kalkır. Yani şeytana sanki bu ne demektir? Ey şeytan sen ne kadar benim kullarımla uğraşsan da ben kullarımı günahını affedip onların derecelerini kaldıracağım. Yani sen yanlış edin, hata edin, səhv edin ve o səhvi sen namazda düzelttin ve şeytanı başına aşağı eğdin. Deyil, kul secdeye gittiği zaman da elə bir şeytanın başına büyük bir tane daş düşür. Yani şeytan hiç bundan hoşlanmaz. Değil çünkü bu şeytanın yani ki feşera'a Allah lil musalli yescude fi ahiri salatihi namazın ahırında eləsin. Niye? Şeytanın burnunun yerine sürülmesi için. Şeytanın burnu yere gelmesi için. Ki Allah'ın rızasını kazanmak için, eksik olanı tamamlamak için ve bu sebepten de ve haze sucud huve ma yusemmihi ulema alimler bunun nedir? Sucudu sehv. Sehv secdesi adı vermişlerdir. Yani sehv ettin, yanlış ettin, hata ettin ve bu sebepten de nedir? Secde insanlar istenir. Ve Peygamber aleyhissalatu vesselam yani sehv nedir? Huve nisyan, insan unutması. Ve kad seha Nebi sallallahu aleyhi ve sellem de Allah'ın Resulü de unutmuş salatinde. Ve o Allah Resulü'nün sehv secdesi etmesi, onun suhu, onun secdesi min tamamı nimetillah. Allah subhanahu teala'nın nedir? Nimetullah Allah'ın nimetindendir. Nedir? Allah subhanahu teala nimetindendir. Ala ümmetihi, ümmetine. Niye? Dini kamil olunması için. Bizim de üzerimize Allah Resulü'ne uymamız vaciptir. Liyaktedi ona tabi olmamız. Ve Peygamber sallallahu aleyhi ve sellem'den nedir? Böyle bir şeyler bize gelip sahip bir senetlerle çıkmıştır ki Resulullah sallallahu aleyhi ve sellem namazda sehv eləmiştir. Hata eləmiştir. Ve o namazda neyle? Min isneteyni fesecede yani sellem min isneteyni yani 2 tane selamdan sonra 2 defa neylemişti? Allah Resulü secde eləmişti. Ondan sonra Resulullah sallallahu aleyhi ve sellem yani 2 rükûetli namazı 3 rükûet kılmıştır. Veyahut da 3'ü 4 kılmıştır. Ve Resulullah sallallahu aleyhi ve sellem bu şekilde secdeye oturmuştur.
ve yaxud da ki bir rükəti iki rükət qırmışdır, iki rükət zənn etmişdir və yaxud da ki Resulullah s.ə.v ikinci rükətə oturmadan üçüncü rükətə qalxmışdır və bunların hamısında Resulullah s.ə.v səhv səcdəsi eləmişdir. Bu eyni zamanda bir dəlildir ki bizə bir yerdən də bizə bir dəlildir ki, nə dəlil olan? İnsanoğlunun unutqanlığıyla beraber insanoğlunun namazda etmiş olduğu səhvlərdən dolayı insanoğlunun qınanmamasıdır. Hara baxırdın? Nə fikirləşirdin? Nə düşünürdün? Niye namazda bir də xuşu içində olsan? Yani bu artık Resulullah sallallahu aleyhi ve selleme de geri çıkmış olur ki, yani Resulullah sallallahu aleyhi ve sellem bizim fıkıhta örneğimiz, ibadette örneğimiz olduğuna dolayı Resulullah sallallahu aleyhi ve sellem onu bu səhv səcdəsini eləyibdir. Niye səhv etdiyi üçün, yanlış etdiyi üçün, unuttuğundan dolayı. Yani bunlar hamısı nə ilə bağlıdır? Buradakı olan səhvlər unutmaqdan dolayıdır. Və bu haqda təbii ki, yəni Resulullah sallallahu aleyhi ve sellemdən nədir? Bizlərə yəni hədis gəlmişdir. Əsasən hədisi bizə bu konuda deyim ki, rivayət edənlər Əbu Hüreyrədən gələn hadis ve Bukhari Müslim'de ve hadis İmran bin Hüseyin'den gelen var. İmam Müslim rivayet etmiştir. Ve aynı şekilde Abdullah'dan geldi ki bunu da Bukhari Müslim hadisi rivayet etmiştir. Aynı şekilde İbn Mesud'dan ve yine İbn Mesud'dan nedir bu barede hadis rivayet olmuştur ki Resulullah sallallahu aleyhi ve sellemin nedir? 2 rükətli namazı 3, 3 rükətli namazı 4 veya 1 rükətli 2 veya da ki secde yani ikinci rükətdə durmadı, kalktı ayağa. Yani teşehhüd okumadan. Ve bu sebepten de değil ve yuşra sucud es-sehv yani bu üç tane yerde birinde olmalıdır. Birinci yer nedir evvelen? İzâ zâde fis-salâ sehven namazı artırdı. Yani 2 3 eledi, 3 4 eledi. Dur açıklayacak. İkincisi İzâ nakasa minha namazdan eksiltme var. 4 7 100 kıldım. 2 de bir kıldım. Eksilttin. Rükünlerden rükü gitmedin, secdeye gittin. Secdeye gitmeden kalktın. Ya da hatta oturmadan kalktın vesaire. Ve yaklaşık thâlisen üçüncü izâ hasana indehu şek. Yani ziyadedir mi, ev noksandır mı? Yani 2 mi kıldım, 3 mü kıldım insan şek edir. Namazın içerisinde. Ve artık bu nedir? 3 tane haldır ki Müslümanın üzerinde. Bu hala nedir? Bu hallardan dolayı insanoğlu nedir? Secde eləməlidir namazda. Onun cezası budur. Bu sebepten de isterse bu sebeplerden bir tanesi. Sevan kânet es-salâ fardiyye ev nafile. İster nafile olsun, ister farz olsun. Ümumi delillere baktığımız zaman da sehv secdesi ya hiye o haldır ki ziyade fi's-salâ ve hiye imme ziyade ef'al ev ziyade kıval. Ya fiiller ya sözler. Namazda ya söz artık söylemişsən ya da fiil artıq eləmişsən. Ya hər hansı bir hərəkəti artıq eləmişsən ya da hansı bir sözü əlavətən söyləmişsən və bundan dolayı gələk. İndicə görək burada nöqsən və artırmalar nələrdir? Birinci hallar ki, dedik ki o namazda fəl-hələtul ulə min əhval ki o hallardan birinci hal odur ki ya fiillərlə ya da ki sözlərlə artırmalar. Fəziyyədətü əl-əf'al fiillerde ziyadete gəlinir, artırma artıq əmələ gəlincə İzə kânət ziyadə min cinsi salə kə-qiyam fi məhəllil qu'ud və qu'ud fi məhəllil qiyam əv zədə ruku'an əv sucudan. Yəni məsələn fiillər nədir? Namazda, namaza aid olan cinsin namaz, namazın özünə aid olan rükünlərinə, ərkanlarına aid olan əməllərdəndir ki yani bir insan kal-qiyam fi mahallil qu'udi yani oturması gereken yerde ayağa durdu. Ve yaklaşık vel qu'udu fi mahallil qiyam ayakta durması gerekirken oturdu. Veya rüküde olması gerekirken secdeye gitti veya ikisi. Qiyama qalxdı. Secdeye getməliydi, getmədi. Rüküye getməliydi, getmədi. Yani gitti, kalktı yukarı, oturmadı, secde gitmedi. Yani insanoğlunda bu şeyler mevcuttur. Yani ya kıyamda sen oturursan, ya daha da kıyama kalkmalısın, oturursan, ya da ki oturman gerekirken kıyama kalkırsan. Ya da ki rüküye gitmen gerekirken, rüküye gitmişsen secdeye gidirsen. Ya da ki secdede olman gerekirken,
birini gelirsən, ikincide artık ne eləmirsən? Geçmirsən, qalxırsan. Bu durumda bunlar artık rükündür, bunlar fiildir. Ki Peygamber sallallahu aleyhi ve sellem'den hadis İbn Mesud'dan gelen kimi fezezete racul ev nakasa fi salatihi, bir kişi namazında artırdı ve eksiliyse felyescuddu, yani secdeteyn, 2 defa secde edesin. Rabahu Müslim'de ki namazın eksilttinse sen artık otomatik olarak, fiil olarak ve emel olarak nedir? En güzeli, en doğrusu budur ki sen namazdan sonra onu tamamlamandır. Şimdi bunun qaydası necədir? Əsas onun qaydası var. İndi deyərəm ki, bir insan məsəl üçün istər imam olsun, istər məmum olsun. Yəni imam bildiyimiz imam sənsən, yəni namaza durmuşsansa da, məmum nədir? İmamı uyandır. Deyərəm ki, imam rüküdə, məsələn, rüküyə getməliydi, səcdiyə getdi. Burada artıq imam uyarılmalıdır. İmamdan artıq bir rükət getdi. İmam səcdiyə getmədən ya geri qaydacaq. Tamam? Yəni, məsəl üçün, qiyamdadır, doğru mu abi? Qiyamdan Allahu Ekber elədik. Qiyamda da oxuduq Fatihə. Hansı bir qısa süre Allahu Ekber. Rüküyə getdi, getmədi rüküyə. Dirək səcdiyə getdi. Tamam, dirək səcdiyə getdi. Eğer secdeye getmeyip tam azalar oturmadan geri kaldıra çağırabildinsə, yani dedin ki ne dedin? Subhanallah dedin. Subhanallah dedin, adamı geri çağırdın. Eğer geri qaydarsa, bakın geri qaydarsa ne yaxşı olar? Rükünü yerine getirir. Rükünü yerine getirir. En axırda da səhv səcdəsi edir. Yine. Yok. Eğer oturdu artık, kalkmadıysa, secdeye gitti. Bu sefer o rükette olan rükün ondan kalkmıştır. Hatırladıysa o rüketi sayılmayacak. Elə bir şey sanki o rüketi hiç yerine getirmiştir. Yani ikinci rüket idiyse onu saymayacak. Əlavətən bir dənə rükət namaz qılacaqdır. Ha? Bir rükət. Yəni o rükət sayılmadan əlavətən bir rükət namaz qılacaqdır və yenə sonunda səhv səcdəsi edəcəkdir. Namazın daxilinə aid olduğundan dolayı salamdan qabaq. Salamdan qabaq. Amma anında geri qayıtdıysa, istəsə sünnətdir burada səcdə etmək. Səhv səcdəsi eləmək, anında geri qayıtdıysa, məsələn, dizlərini yerə qoydu, xatırladı, geri qayıtdı. Burada artıq səhv səcdəsi eləsə sünnətdir. Bunun yeri də, səhv səcdəsinin buradakı olan yeri də namazdan, səlamdan sonradır. Bunun yeri nədir? Namazdan sonra. Çünki nə eksik var, nə tamam var. Nə ziyadə var, artımı, nə eksiltmə var, tamamlanmıştır. Sadece biraz gelişme vardır. O gelişmeden dolayı da sünnet olan nedir? Onu ne zaman edecektir? Salamdan sonra sağa salam verecektir. Sola salam verecektir. Secdeye girecek 2 defa. Sonra tekrar salam verecektir. Veya sadece sağa salam verecektir. Secdeye 2 defa gelecektir. Sağa sola nedir? Salam verecektir. Yani bu namazda secdeye getməsi lazım idi, getmədi. Məsəl üçün rüküdə durması lazım idi, qiyamda durması lazım idi. Yani bunların hansı birini unuttuysa, mesela direkt rüküyə getdi və secdəni eləmədi. Ki bu durumlarda nedir? İnsanoğlundan istenilen rükünü yerine getirmediği zaman, eğer onu anında o səhvini düzəldə düzeldir. Düzəldə bilmirsə, artıq bir dənə əlavə rükət qılır. Deyərəm ki, yaxşı. Yəni bu rükünlərdən bir dənəsini eləyə bilmədi. Yəni artırdı da, məsəl üçün namazda deyildi, xatırlanmadı. Tək oldun və imamla deyəm ki, yaxşı tək namaz qılsın. Kim deyəcək ki, heç kim?
Axırıncı səcdədən sonra xatırladın, salam verdin, xatırladınsa, yerindən tərpənməmisənsə də əlavətən bir rükət namaz qılırsan. Salam verdin, arkadaşlar hatırlattı. Kardeş deyir, biz 3 kıldık, 4 kılmalıyız, mesela 5 kıldık. Yani biz hani şeyden değil, ziyadeden açlıkla biz 5 kıldık. Sen hemen orada neyinsen, səhv sədəsi yerine getirirsən. Eğer namazdan sonra sen danışmışsansa da gərək qalmır. Artırmada. Baba dikkat edin. Artırmada. Tamam? Yani 4'ü 5 elədim. 2'yi 3 elədim. Oturman gerekir ki oturma. O 2 dəfə oturdum mesela. Bir dəfə oturman gerekirdi. 2 dəfə oturdum. 3 dəfə oturdum. Yani ziyadeler oldu. Sen bu ziyadelerde etmiş olman yani secdeleri ya namazın içerisinde etmelisən, xatırlamadınsa, namazdan sonra xatırladınsa, səhv sədəsi. Eğer namazdan sonra değil de sonradan xatırlamısansa da rükün yerine yeri gəlibsən, yani her şey yerindedir, sadece ziyade var. Bu sefer nedir? Sen namazdan sonra xatırladın, adam bayağı bir zaman kesip, danışmışsan, yemişsən, içmişsən, abdest bozulub, yani artık elə saat təkrar səhv səcdəyə ehtiyac nedir? Ehtiyac yoktur. Yani kişilerin demesi gereken nedir? Subhanallah. Yani kişiler ne deməlidirlər? Subhanallah deməlidirlər. Eğer Fatiha'da yanlış varsa, mesela imam diyelim ki Fatiha'nı okumur. Sessiz okur. Ne deməlisəm? Elhamdülillahi Rabbil alemin. İmam hatırlayır ki Fatiha'nı okumak lazımdır. Yani imam sessizdedir. Sen de deyirsən Subhanallah. İmam deyir görürsən ne olur, ne meseledir. Çünkü sesli okuyor, bilmir sesli okuduğunu. Veya sesli okuyor, o zaman deyirsən ki Subhanallah. İmam anlıyor ki səhv var, hatırlayır ki sesli okuyor. Sessiz namazdır. Ama sessiz namazda veya da sesli namazda bak, sesli namazda sessiz okuduğu zaman neyir? Elhamdülillah deyir. Elhamdülillah Rabbil alemin. Ha Subhanallah desem olar mı? El cevap olar, yani Subhanallah de desen onlar problem yoktur. Yaş beşiğinde arkada duran kadınlardır. Peki kadınlar ne eləməlidir? Kadınlar ellerine çalmalıdırlar. Böyle bu şekilde. Yani oradan seslerinle diyelim ki kişiler anlamadı. Diyelim ki kişiler anlamadı. Diyelim ki kişiler anlamadı. Kadınlar anladı. El salır, eşiler, eşitmez, eşitmez. Bu en sonra evde baş verebilir tabii ki. Bu aynı şekilde mesela diyelim ki 3 namazda 3'ünde de oturdu. 4'te mesela 3'te de 2'de de oturdu, 3'te de oturdu. Bu sefer nedir? Yine de səhv səcdəsi gələcəkdir. Artırdı axı. Artırdığından dolayı. Bu sefer eğer yine de namazın içerisinde hatırladıysa salamdan önce eləməsi əhvəndir. Çünkü nedir? Bu namazın içine daxildir. Yani daha da artırdıysa, hatırladıysa ziyade olduğundan dolayı namazın haricinde eylesin onu. Yani selam versin. Selamun aleyküm ve rahmetullah. Selamun aleyküm ve rahmetullah. Ondan sonra ne eləməlidir? Ondan sonra səhv səcdəsi eləməlidir. Eğer indi gəlirim mesela, burada gəlir ki, ama ziyade mesela akvala gəlir. Kal-qiraati fi ruku'i ve sucudi. Mesela fi sure mesela katin el-ahireti min rubai ve thulasiye. Mesela bir insanın ama ziyade sözleri de artırmaya gelince rükuda mesela rükuda ve secdede Subhanallah'ın yerine farklı şeyler söylemeyin.
Secdede Subhan Rabbil Azim'i yerine farklı şeyler söylemeyi ve artırmağı. Veyahut da ki 2 rükətli namazların değil də 4 və 3 rükətli namazlarda 3-cü və 4-cü rükətdə səslə oxumağın və yaxud da ki onlarda surə oxumağın. Yəni məsələn səssiz namazdır, səslə oxuyursan. 2 rükətli namazdır, 3 rükət qılırsan. Bununla bərabər, yəni bunu deyirik feillər. Sözdə nədir? Sən 3 rükətli namazda 2-də, 1-də və 2-də Fatihədə sonra nə oxuyursan? Surə. 3-də və 4-də nədir? Sadəcə Fatihəni oxuyursan. Əgər sən 3-də və 4-də Fatihədən sonra bir surə oxudunsa, sənə burada səhv səcdəsi etmək gerekir. Peki bu farzdırmı? Yox. Bu vacibdirmi? Yox. Bu sünnətdir. Bu nedir? Bu nedir? Bu sünnettir inşallah. Eğer burada nedir? فَاِذَا فَعَلَ ذَٰلِكَ yani bu ziyadeleri elledi. اِسْتَحَبَّ لَهُ السُّجُودِ لِلسَّهْوِ ona istihabden müstehaptır. Onun için müstehaptır ki neylesin? Səhv səcdəsiləsin. Namazda sözlerde artırıbsa, əlavə şeyler deyilibsə. Bu birinci halıydı. İkinci hala gəlincə وَهِيَ مَا اِذْ نَقَسَ مِنْ صَلَاتٍ سَهْوًا مِنْ صَلَاتِ سَهْوًا yani azalttı. بِاَنْ تَرْكَ مِنْهَا yani bir şeyler terk edildi. Mesela rükûnu terk edildi. وَكَانَ هَذَا الرُّكُنْ تَكْبِيرَةِ الْإِحْرَامِ mesela ihram tekbirini terk eləsə namazın ortasında hatırladı ki Elhamdülillahi Rabbil alemin Errahmanirrahim Maliki yevmiddin İyyâke na'budu ve iyyâke nesta'in İhdinas sıratal mustaqim Sıratallezîne en'amte aleyhim Gayril mağdubi aleyhim veleddallin Amin dedi. Bir de hatırladı ki ve bunu da okudu sonra başladı neyse Vel asr innel insâne lefî khusr illellezîne âmenû ve amilussâlihât buralara geldi çıktı. Bir de hatırladı ki bu hiç ihram tekbirini yerine getirmiştir. Yani giriş var. Allahu Ekber. Bunu yerine getirip ne yapacağız? Geri koyacağız. Nasıl geri kaydedeceğiz? Tekbir yapın. Sonra ne yapmalıyız? Ondan sonra Fatiha. Biz en arkada ne yapmalıyız? Sessiz. Doğru değildir. Çünkü ihram tekbirinde nedir? Səhv səcdəsi olmalıdır. Çünkü namaz baştan başlayır. İhram tekbirinde səhv səcdəsinə gerek yoktur. Neyləməsən? Minəl bidəyə baştan başlamaq lazımdır. Çünkü niye? Heç sən namaza girməmsən. Yani sen ihram tekbirini edip namaza dahil olmamasansa da sen namazdan çıkırsan yok zaten namaz sayılır ki. Teşekkür neyle mesela ne almasın? Elə olduğun yerdəcə Allahu Ekber Subhanakallahumma ve hamdik ve tebareke esmuke ve teala cedduk ve la ilahe gayruk sonra başlayalım Fatiha ve Sıvık Mubası. وإن كان ركنا غير تكبير الإحرام yani ihram tekbirinden hariç herhangi bir şey ilerisi ihram tekbirinden haricidir. Nedir mesela? Karuku ve sucud terk edildi. Veya fi kıraate ve rükatun uhrayı veya okumadan gitti. فإنه يعود ويعود وجوبا فيأتي به وبما بعده yani normalde terk etmiş olduğu ameli yerine getirmelidir. Vücuben, vaciptir ki onu yerine getirsin. Əksi halda namaz batildir. Yani rükün terk elədi, secdəni terk elədi, qiyamı terk elədi, oxumağı terk elədi, bilərəkdən, yox, səhvən. Zaten bilərəkdən terk ediyərsə namaz batildir. İstər namazın, bak, burasını özel keçək, özel vurgulayaq. İstər rükünlər olsun, istər vaciblər olsun.
Mesela insan bilerekten vaciblerden her hansı birini yerine getirmediyse, her veya da rükünlerden birini yerine getirmediyse bilerekten namaz zaten batildir. Namaz batildir. Bilerekten ediyorsa. Yani bilerekten tercih ediyorsa. Bak bilerekten söhbət edir. Ama bilmeyerekten tabii elediği zaman onun hüküm başka değil. Onu biraz sonra söyleyecek. Ne eləməlidir? Sonra hatırladı ki 2 rükət 3 rükət qılmalıdır, 2 rükət qılıbdır, eksiktir. Namazın içinde hatırladıysa artıracaq. Namazın haricinde hatırladıysa yine vacibdir. Ne zaman vacibdir? Namazın haricinde selamdan sonra hatırlayıp dünyavi kelam eləmədən, dünyavi danışmadan biraz mescidin kapısına doğru gitti. Hatırladı ki bir namazı 3 rükət, 2 rükət qılıbdır. Olduğu yerdəcə Allah akbar eləyib namaza başlayacaqdır və ən sonunda da gəlib bir rükətini tamamlayacaqdır və səv səcdəsi eləyəcəkdir. Və yaxud da ki, Esselamu aleykum və rahmetullah, Esselamu aleykum və rahmetullah dedik. Oradan səhədə dedik ki, şeyh 4 qılmalıyıq, 3 qıldıq. Deyəsən, bəs ne namazda xatırladmadım? Vallahi istedim, xatırladım, unuttum. Sən deyirsən ki, sən unutan Allah mənə də unuttuğu məsələsi var. İkimiz də unutduq. Yani bu da keşime kızmır. Sen neyi unuttun? Değil mi? Sen neyi unuttun? Yani buna ihtiyaç yoktur da yani. Savaşa ihtiyaç yoktur. Namazdan sonra hatırlandıysa hemen ne eləməlidir? Bir rükət əlavə o rükün yerine gelmelidir. O rükün yerine gelmelidir. Ve o rükünün bir rükət qılmalısan tekrar. Ve səhv səcdəsi eləməlisən gecikdiyinə görə. Ama vaciblərdən mesela oturman gerekir. Təşəhhüdə oturmadın, qalxdın. Veya okuman gerekirdi neyse Fatiha'dan sonra okumadan rüküye gittin. Böyle bir durumda namazın içinde hatırladınsa ahırda səhv səcdəsi namazda salamdan önce. Çünkü niye? Eksik eləmişsin. Eksik var axı. Eksikler namazın zatındandır. Namazı bitirmeden önce tamamlanması gerekir. Eksikler doğru mu? Eksikler namazı bitirmeden önce tamamlanması gerekir. Artık eledinse namazı selamdan sonra namazdan sonra yani selamdan sonra yerine getirmen gerekir. Diyelim ki sen namazdan sonra hatırladınsa ki eksik kılmışsan dediğim gibi o rükûtü yerine getireceksin. Yaş namazdan sonra hatırladın ki okuman gereken duanı, zikri okumamışsan. Oturman gerekirdi. İkinci rükûtte oturmamışsan. Ne yiyecek? Namazdan sonra hatırlamışsansa da namazdan sonra sadece səhv səcdəsi edip o əməli yerine getirmene ihtiyac yok. Yani tekrar bir rükût kılıp da teşehhüd okuyum gerek yoktur. Bir rükût ne zaman kılınır tekrar? Rükünlerin birini terk edersen. Ya kıraati, ya rükünü, ya kıyamı, ya secdəni. Birini terk edersen. Yani rükünlerden olan birini terk edersen namazdan sonra hem o rükûtü yeniliysen hem de səhv səcdəsi eləyirsən. Ama vaciblerden birini yerine terk edersen veya sünnetlerden birini terk edersen namaz içerisinde yerine getirmek vacibleri vaciptir, sünneti sünnettir. Namazdan sonra hatırladınsa vacibleri vaciptir, sünneti sünnettir. İstesen de istesen eləmeyeceksin. Ama nedir? Namaz sahihdir. Ama vaciblerden her hansı birini bilerekten sen terk edersen o zaman namaz batildir. Eğer bilmirse bir rukun metruk yani ile ba'de selamdan sonra dediğim hatırlasa yani o zaman değil yani ya'tebiruhu keterki rak'aten o zaman bir rükûtü terk kamil bir rükûtü terk eder ve eğer uzaklaşmıyorsa veya arada böyle bir ara yoktursa ve huve baqin ala taharetihi taharetindedir ata bir rük'atin yani bir rük'atin yani bir rükût getirir kamil olarak. Ve en sonunda da səhv səcdəsiyle ve selam verir. Ve intalel fasl eğer ara uzandıysa intakadal vudu bozuldu. Namazdan çıktı, namazdan sonra abdest bozulduysa ve uzun bir mesafe geçti, aradan bir saat geçtiyse, dünya bir kelamla arasına gelirse de o zaman nedir?
namazı yenidən qılması gərəkir. Amma vaciblərdən illə ən yəkunu mətruk, yəni axırıncı təşəhhüd olarsa və ya ikinci təşəhhüd olarsa, nə etməlidir? Təşəhhüdün özü. Olarsa, namazdan sonra sadəcə səbr səcdəsi eləyərək, yəni yerinə getirir. Çünki bunlar rükün olmadığına görə də bir rükətlə əlavə eləməyə ehtiyac yoxdur. Yəni. Elə başa düşmədiniz. Yəni rükünlərdə unutsa da yerinə yetirməlidir bir rükət olaraq. Amma aradan uzun məsafə keçibsə, vacibləri tərk edibsə namaz sahihdir, rükünü tərk edibsə namaz iade olmalıdır. Aradan 2 saat keçdi, abdest də bozulubdur. Və ya 10 dəqiqə keçdi, durdun bura getdin, ağzını yaxaladın, abdestini bozdun məsələn. Namazın içində sıxışmışdın. Olur da məsələn, adam şəkər xəstəsidir. Ona nə zaman sıxıntı gələcək bəlli deyil. Anında birdən görürsən nə gəlir? İnsana sıxıntı gəlir. Oturduğun yerdə gələ bilər yəni. Bu adam deyir, özünü bitər, namazın axırında səbr etdi. Namazdan sonra tutam ki, abdesti bozuldu. Xatırladı ki, bir rükət qılmayıb. Namaz batildir, yeniden namaz qılması gerekir. Xatırladı ki, axırıncı təşəhhüdü oxumayıb. Yaxud da ki, vacib olanlardan birini oxumayıb. Yaxud da ki, ikinci təşəhhüdə oturmayıb. Amma abdest bozulduysa, onu təkrar iade eləməyə, səcdə eləməyə heç bir şeyə gerek yoktur. Allah onu bağışlamışdır. Mesela şunu belə deyim. İndi burada ikinci rükətdə oturmaq bilirsiniz ki vacibdir. İkinci rükətdə oturanda qalxdı. Oturmalıydı. Eğer tam qiyama qalxıbsa, onu oradan aşağı indirmeyin. Oturman gerekir de, ikincide oturman gerekir, doğru mu? Kalktı. Allahu Ekber. Elədi qiyama qalxdı. Tam oturdu. Ellerini de bağladı. Elhamdülillahi Rabbil alemin. Sen de arkadan değilsen ki Allahu Ekber, Subhanallah, Subhanallah. Yani otur da otur. Yok. Vaxta ehtiyac yoktur. Artık ucu qiyama qalxmıştır. Niye? Bu qiyam, bu vacibdir, biri farzdır. Farz vacibdən daha qüvvətli olduğuna görə onu yerinə getirir və ən sonda da səhv səcdəsi edir. Əgər və in qamə əv rafa'a rəsəvə, başını qaldırdı, minə səcdədən qaldırdı və kənə o hardaydı? Yəni beynə səcdə və beynə qiyam. Qiyamla səcdənin arasındaydı. Yəni nə tam oturubdur, qalxıb nə tam oturubdur. Elə bir şey qalxdı səcdədən, məsələn buradadır. Amma qalxdı belə, tam əlləri bağlanmağa gərəkirkən sən dedin ki Subhanallah, Subhanallah dedin, həmən oturması lazımdır. Niyə? Çünki tam qiyama qalxmadığına görə. Tam qiyama qalxmadığına görə nə edəcək? Oturacaqdır. Yəni və yaxud da ki oturması gərəkirdi və yaxud da ki durması gərəkirdi, oturdu. Yenə eyni şəkildə nədir? Belə bir durumda artıq nədir? Ona deyəcəksən ki dur. Yəni hansı hal üzərində xatırladıysa durması lazımdır. Məsələn 3-də də oturubdur. Başlayıb oxumağa. Təhiyyatü lillahi oxuyur. Sən dedin ki, bir xatırladın ki, bəs biz 3-də oturmalıyıq. Subhanallah dedi ki, mən gəlmişəm, çatmışam məsəl üçün. Əşhədü və la ilahe illallah gözləməyəm, oxumağı tamamlamalı deyiləm. Elə orada da qalxmalıyam. Çünki qiyam qalxmaq rükündür. Orada oturup gözləmək olmaz. Yəni bayaqki halın tərsi. Çünki nəyə görə? Qalxmaq vacibdir, oturmaq olmaz. Sən orada artıq nədir? Zaten qalxman gərəkirdir. Yəni belə neyinsən, sən yuxarı qalxırsan. Eğer deyir ve izə şər'a, yani mesela fil qira'a oxumağa başladıysa haramun aleyhi ar-rucu', yani geri dönməsi olmaz. Niyə? Bəyət dedim ki, qiyamlar qalxdıysa. Niyə? Çünki başqa bir rükünə keçdiyi üçün. Amma tərkə təsbih fil ruku əv sucud, yani bunları sadəcə nədir? Yerinə getirilməsi gərəkir.
Yəni bundan dolayı nə eləməz? Qalxmaz. Yəni məsələn rüküdə Subhan Rabbiyəl Əla və Subhan Rabbil Azim bundan dolayı qalxıb təkrar səcdə getməyə ehtiyac yoxdur. Və ya birinci rükətdə getdin və ya bir dəfə səcdə edin, ikinci səcdəni getirməlisən də, yəni rüküdə gedəndə geri qayıtmalısan, yarı yolda da olsa qayıtmalısan yəni. Əgər qalxdın qiyama, o zaman o rükəti nə eləməlisən? Yerinə getirməlisən. Üçüncü hal olarak odur ki, ve amma halet thalisə ve hiye eşşek fi salat. Namazda şək məsələsini necə edəcəyik? Çox önemli bir məsələdir. Yani nedir o namazda? İmmə fe in şəkkə fi adədin rəka'at, rəkatın sayını şəkkə sallet sənətəyni ev thələsən. 2 mi 3 mü qıldı? Burada önemli nə eləməsən? Ve yubna alel akal. 3 rükətli namazdır. 3 mü qılmışsan, 2 mi 2 götürürsən. 4 rükətli namazdır. 3 mü qıldın, 4 mü 3 düşünürsən. 2 rükətli namazdır. 2 mi qıldın, 1 mi 1 də əlavə qılırsan və nə edirsən? Ən sonunda da səhv səcdəsi yerinə getirirsən. Hər şeydə belədir. Yəni azı götürürsən. Yəni namazın içərisində şək elədin mi, eləməməyə götürürsən. Vacibdə və rükündə onu təkrar nə edirsən? Yerinə getirirsən və ən sonunda da nədir? Səhv səcdəsi edirsən. Peyğəmbər Aleyhisselatü Vesselam'dan da bu barədə Rəvahu Əhməd və Tirmizdən də gələn hədis Abdurrahman bin Avfdan İzə şəkkə hədukum fi salatihi namazda fələm yediri vahidətün bir mi qıldı, 2 mi qıldı? O zaman nə edəcək? Fəcəaləhə neynəsin? Bir düşünsün və ya bir mi əgər istənətən əbsələsə 3'dür mü, 2'dir mi, 3'dür mü və neynəsin? 3'ü 2 olarak qəbul edib neynəsin? 2 rükət qılsın yəni. Daha 1'də 2, 3'də də 2'yi götürsün, 4'də də 3'ü götürüb bu şəkildə namazını tamamlamalıdır. Yəni sən sabah namazındasansa da 2 mi qıldım, 1 mi qıldım deyə nə düşünməlisən? 1 qıldım deyib 1 rükət əlavə edirsən, sonda səhv səcdəsi edirsən və yaxud da ki, günorta namazında sən akşama gələk. Akşamda 3 mü qıldın, 2 mi qıldın düşünürsən, 2 qıldığımı düşünürsən, 3 qılırsan. Günortada, yatsıda, neynəmə, kimdə nədir, 3 mü qıldım, 4 mü qıldım deyə şək edirsənsə, 3 düşünürsən, 3 qıldığımı qəbul edirsən, bir rükətdə neynirsən, əlavə edirsən, o şəkildə nə ararsan, namazını tamamlayırsan. Yəni bu səhv səcdələrində belədir inşallah. Və aynı şəkildə yenə məsələn bir insan imamla bərabər, məsələn sən namaza girdin, mən rüküyə yetişdim mi, yetişmədim mi? İmamla bərabər 2 mi qıldım, 3 mü qıldım, xatırlamırsansa da ən azı götürüb elə namazı tamamlayırsan. Məsələn biz burada namaz qıldıq, cəmaət namaz qıldıq. Sən girdin qapıdan, abdəstə gəldin, getdin. Gəldin, şək elədin, baxdın ki imam birinci sürətdə də birinci rükədə yox idi. Təbərəkəl-ləzi biyədihil mulk və huve alə kulli şeyin qadir. Əl-ləzi xalaqal mevte vəl-həyətə liyəbluvakum meyyukum məhsənu amələ. Sən getdin, gəldin, baxdın ki imam yenə mülk sürəsindədir. Dedin ki, əlhəmdir, yəqin ki birinci rükətdədir. Amma bu ki ikinci rükətdədir. Sən bunu düşünə bilərsin. Ha? Düşünə bilərsin. İmam ola bilər ki, məsələn, keçən dünən dedik, nə dedik? Sünnətdir ki, müstəhab da ola bilər bir insan, yəni bir sürəni bir namazda 2 kərə, 3 kərə də oxuya bilər yəni. Bu da yenisini elədi. Keçən həftəyə demişdik, xatırlayırsınız. Belə halda 2 ümidi, 3 ümidi görə düşünməkdənsə 3 düşünürsən, 3'ü 2, 4'ü 3 düşünərsən, o şəkildə nədir? İmamla bərabər namazını nə edirsən? Tamamlayırsan. Mən və yaxud gəldim, mən rüküyə çatdım mı, çatmadım. Bax, çox vaxtı müsəlmanlarda olur. Yəni, məsələn, sən rüküyə gəlirsən, əyilməksən də imam oradan deyir, Allah, semiyallahu limen hamidə. Sən də uzaqdasın. İmam qalxdın görmürsün. Çox vaxt imam necə qalxmalıdır? Ümumiyyətlə, imam təkbirləri necə eləməlidir? Yəni, qalxıb mı eləməlidir? Qalxa mı eləməlidir? Yoxsa qalxmamışdan mı eləməlidir? Sizcə hansı doğrudur? Qalxıb eləməlidir. Tam qalxmalıdır, yəni qiyama durmalıdır, eləmi? Hansı eləməlidir?
Qalxırdı. En doğru olan imamın etmesi yürüyüşün olduğundan dolayı namaza ait olduğu için kalka eləməlidir. Yani böyle Allahu Ekber. Semiyallahu limen hamide. Daha bile kalktı. Semiyallahu limen hamide yok. İmam Ahmed'e göre bu batildir. Yani namaz hatta o rükat batildir. Yerine getirmemişsindir. İşte namazın erkanı. Teşvirden danışsaydık bütün millet buradaydı. Namazdan danıştığına göre, namaz erkanına göre hiç ham namazda fakirdir. Ama halbuki en çok insanın tekrar etmesi gereken namaz fıkhıdır. En çok etmesi gereken şey namaz fıkhıdır yani. Evet. Ve bundan sebep kardeşler, eğer meselemizi qayıtmış olursak, 3 özetle bağladık ki, yani insan elinde birinci dəlil olmadan səcdəyə getməsi haramdır. Ne şək var, ne ziyadə və nə nöqsan var. Mən hər ehtimala qarşı birdən namazda nəysə yanlış eləyərəm, bu haramdır. Xeyirli olsun. Yani nedir? Namazda bak dikkat edin. Birden yanlış eləyərəm doğru değildir. Tamam? Birden yanlış eləyərəm. Namazda bəlkə əks eləmişəm, bəlkə oxumamışam. Ola bilər nəsə xatırlamıram da. Bak şək də deyirsən ha. Sadəcə də xatırlamırsan. Bu olmaz. Dedik birinci bu olmaz. İkinci, eğer namazda dedik ki artırıbsa ya söz ya fiil onun səhv səcdəsini selamdan sonra edir. Yani selam verir sonra yerine getirir. Eğer neyse eksildirse onun namazdan önce yani selam vermeden önce yerine getirir, tamamlayır. Ondan sonraki iki defa secdeye gelir. Eğer şək edibsə artıqdırmı, əksikdirmi, şək namazın daxilinə aiddir. Yani onu selamdan önce yerine getirir inşallah. Ve bu şekilde neyir? İster imam olsun, ister məmum olsun, ister cemaat namazı, ister münferid, ister sünnet namazı, ister müstehab namazı, ister nafile namazı, hansı namaz olursa olsun, namazın içerisine dahil olduktan sonra namazın əhkamını yerine getirmek nedir kardeşler? Vacibdir. Namazdan sonra namazın əhkamını yerine getirmek nedir? Vacibdir. Bunu belə bilmiş olalım inşallah. Ve bu şeyden sonra elhamdülillah gelir neye? Namazda bab fi zikri ba'de salat, namazdan sonraki olan zikirler baba. Yani namaz bittikten sonra nedir? Secde zikrin vacib olması ve sünnet olma babı ki Allah SWT Kur'an-ı Kerim'de bu emr olunmuştur ki namazdan sonra insanların secde etmesi, yani zikir yapmak. Yani İnşallah görəcək ki, namazdan sonra zikrin ne kadar önemli olduğunu ve ehemmiyetli olduğunu ve vacib olduğunu, yani ona elə yes keçmək olmaz. Yani ki, es keçmək olmaz. Yani hiç namazda sünnətdir. Əsas farzı yerine getirdim. Ümumiyyətlə sünnətlərə belə yanaşılmamalıdır ki, nedir? Sünnet namazıdır inşallah. Evet, burada bu babda dururuq. Bu babı inşallah haftaya zikr edeceğiz. Bu dersimizle bağlı yani suallar var. Bu dersle bağlı değil mi? Dersle deyəndə O dersle bağlı olanlar suallar indi versin. Dersle bağlı değilse onu bağla, buradan devam edelim inşallah. dərsdən biri sualı Şəklə düşdük ki, bu azdır və dediyimiz kimi artıq dolmuş olsa bir dənə əlavə qılırıq və onun qılanda biz bilirik ki, bu sonunda artıq bu normalda 4 rükət namazı 2 dənə təşəhhüd olmalıdır. Biz bu artıracağımız şeydə artıq 3-cü təşəhhüddə oturacağımızı bilirik. O təşəhhüddə oturmalı mıyıq, yoxsa təşəhhüddə oturmasaq da olar? Sana bağla.